Deyir ki, mən Naxçıvanlıyam. Mənim əlimdən beləncə işlər gəlir, mən həccə bilirəm. O budur söhbət olur. Özü içkiliydi? Özü içkilidir. Sərxoş vəziyyətdə. Vurulan maşın hansıdır? Uşaqlar da var maşın. İlk baxışda adi avtomobil qəzası. Günorta çağı Xudatda yolu bölüşə bilməyən iki avtomobilin sürücüsü arasında yüngülvari mübahisə. Deyilənə görə maşına əzilən sürücü maşından düşməyə macal tapmamış, qarşı maşını idarə edən hərbçi yerə düşür. Sürücünü söyür. Üstəlik, sürücünün yanında oturmuş yaşlı atasına da bir sillə ilişdirir. Sonra da qayıdıb hərbçi yoldaşlarının olduğu maşına oturaraq hadisə yerindən uzaqlaşır. Bunu Azadlıq radiosuna hadisənin şahidləri bildirirlər. Komandir vurdu maşını, sonra düşdü kişini döydü. Aha, hansı kişini? Sinəsinə yumruq vurdu, maşında olan kişini. Yaşlı kişini. Biz də töküldük ayırmağa, hamısının varın yoxunu söydü, ana bacı qoymadı. Başlayıb ki, mən keyfim belə istəyir, özü ayaq üstə yana bilmir, özü də formada. Maşın ötürən Deyirlər ona ki, bəs uşaqlar var maşında, deyir belə neyimə ki uşaqlar var, körpə uşaqlar çəkə bilərsiniz. Nə bilim, mən heç kimi hərrəmirəm, mən Naxçıvanlıyam, mən sizi belə eləyərəm, hələ eləyərəm. Vapşı burada kim var, hamısının var yoxum belə eləyərəm. Hətta bundan artıq nə deyirlər? Sonra da minib maşına çıxıb gedib, ondan sonra da gediblər dalıcan, deyiblər ki, güyəmiş ki, başqası sürülmüş maşını, bu sürmürmüş. Özü ancaq roldan özü düşüb. Siz özünüz görmüşsünüz də komandir orada. Olan hamısı görmüşəm. Hamısı kim var, hələ belə keyfdən yığışmayıb heç kim bura. Sürücü sürüb gedir, amma evinə yox, birbaşa Xudat polisi binasının qarşısına. Atası Rafiq Hüseynovun hərbçi tərəfindən döyülməsi, özünün isə söyülməsi barədə polisdə izahat yazırlar. Hadisəni işdən bilən yerli cəmaat da yavaş-yavaş bura axışır. Mayın 9-da baş vermiş xırda anlaşılmazlıq beləcə böyüyür. Hadisədən az sonra Azadlıq radiosuna Xudat sakini Nüsrət Qarayev danışır. Maşını vurub, Xudat sərhəd qoşunun rəisi, polkovnik. Sərxoş halda ayaq üstə dayana bilmir. Sonra kişini başladı sinəsindən yumruqlamağa. Biz də düşdük onu ayırıb, hamımızın söydü. Mən heç kəs heç nə eləyəməz, mən Naxçıvanlıyam, filənəm, daha belən kimi. Çıxıb gedib, özü piyandır, yoxdur, nə maşını var, nə özü var. Bu insan kimi gəlsin, desin ki, sərf eləmişəm, nə var burada? Xudat polisinin önünə yığışan narazıların sayı tezliklə çoxalır. Qarşıya çıxan polis rəisi Elçin Rəcəbov söz verir ki, vəzifəsinə və kimliyinə baxmadan təqsiri olan hər kəs cəzasını alacaq. Ancaq rəisin vədi Xudatlıları sakitləşdirmir. Günün ikinci yarısı narazılar yenə küçələrə çıxırlar. Sayları da artır. Etirazların səsi Bakıya dək gəlib çatır. Dövlət Sərhəd Xidmətinin komandanı Elçin Quliyev Xudata yollanaraq narazı sakinlərlə görüşür və təqsiri olanların müəyyənləşib cəzalandırılacağını o da vəd edir. Komandanla birlikdə gələnlər də sakinləri dinləyib onları tələblərinin yerinə yetiriləcəyini arxain edirlər. Sağ ol. Başqa nəsə seçmək istəyirsən? Mayın 10-na keçən gecə təqsiri olanlar müəyyənləşir. 3 müsavatçı və bir bitərəf gecə saat 3 radələrində yaşadıkları ünvandan polisə aparılır. Aralarında gündüz Azadlıq radiosuna danışmış şahid Nüsrət Qarayev də var. Daxili İşlər Nazirliyinin qənaətinə görə polis Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahı, üzvləri Fikrət Əliyevi, Ələddin Mirzəyevi və rayon sakini Nüsrət Qarayevi gecə ilə evindən aparmasaydı, hadisə az qala yürüşə çevriləcəkmiş. Mayın 10-da səhər saat 8 radələrində Xaçmaz rayon məhkəməsinin hakimi Rövşən Xəlilov gecəykən evdən aparılmış müsavatçılarla və Xudatlı Nüsrət Qarayevlə bağlı polisdən daxil olmuş inzibati xəta protokoluna əsaslanır və saxlanılanların hər birinə 10 sutka həbs qərarı çıxarır. Nə qədər iş aldınız? 10 gün sutka. Niyə? Nə xaq yerə, mən nümayişdə olmuşam. 2 dərs telefon verirsən, telefon qalsın səndə.